Salam, hər vaxtınız xeyir. Bu günləri mən sizə 4-cü sinif yaz tətili tapşırıqlarının izahını verəcəm. Əgər bu kimi izahlar sizə faydalıdırsa, kanala abunə olaraq bildirişləri aça bilərsiniz. Keçək sualımızın izahına. Götürüm qələmi. Deməli, birinci sualda bizdən istəyir ki, səhv yazılmış sözləri müəyyən edin və cədvəldə rəngləyin. Mən sadəcə üzərindən xətt çəkəcəm. Siz əgər bu testləri çıxartdırmısınızsa, üzərində rəngləyə bilərsiniz. Hökm səhv yazılıbdır, ü olmamalıdır. Deməli, səhv yazılmış sözümüzün biri budur. Müdir düz yazılıbdır. Əgər siz müdir sözünü ü ilə mi, i ilə mi yazıldığını qatırsınızsa, bunu direktor sözü ilə yadınızda saxlayın. Müdir şəklində yazılır. Ədəbiyyat doğru şəkildə yazılmışdır. Ay uşaqlar, sayit yox, sait yazılır. Sait. Tələfüzdə sayit şəklində tələffüz olunur. Tələffüz zamanı araya y samiti daxil olur. Ona görə sait sözdə səhv yazılmışdır. Üzərindən xətt çəkirəm. Sonra baxırıq konsert. Konsert sözü düzgün yazılmışdır. Kompot sözü düzgün yazılmışdır. Tərbiyə sözündə 2 y yoxdur. 1 y var. Tərbiyə 1 y ilə yazılır. Üzr sözü düzgündür. Kalbasa yox, kolbasa yazılmalıdır. Kalbasa şəklində tələffüz olunur. Pomidor düzdür. Motor yox, motor yazılır. Motor. O ilə yazılır. Ona görə tələffüzdə motor olur. Deməli, bu da yanlışdır. Üfüq sözü düzdür. Şənbə sözü düzdür. Ümid düzdür. Ehtiyat 1 y ilə yazılır. Səhvdir. Nəqliyyat düzdür. Radio yox. Radio yazılır. Radio şəklində tələffüzdə. Radio şəklində tələffüz olunur. Yəni, deməli, yazılışında y yoxdur, tələffüzündə y var. Ona görə radio sözü də yanlışdır. Komanda düzdür, düzdür. Zülüm yazılır. Zülüm. Ü yoxdur. Zülüm. Ona görə deməli, zülüm sözü də yanlışdır. Deməli, radio, bir də zülüm sözü yanlışdır. Keçirik çalışma 2-yə. Prozoloji birləşmələrin mənalarını yazın. Bel bağlamaq kiməsə inanmaq mənasını verir. Ağzı qıfıllamaq, yəni susmaq mənasında. Dilotu yemək, çox danışmaq. Könlünü almaq sözünün mənası incimiş, küsmüş, qəlbi qırılmış bir insanı xoş sözlərlə onu sakitləşdirmək istəyirik. Onun incikliğini aradan qaldırmaq üçün deyirik ki, könlünü almaq. Məsələn, nümunə gətirə bilərik ki, dostunun xətrinə dəydiyi üçün dərhal onun könlünü almağa çalışdı. Daha sonra gəldi yada düşmək. Yada düşmək, ay uşaqlar, unudulmuş, keçmişdə qalmış bir hadisəni, yaxud da ki, bir əşyanı biz yenidən xatırlayırıq, onu yaddaşımızda canlandırırıq. Məsələn, deyə bilərik ki, köhnə alboma baxarkən uşaqlıq illərim yadıma düşdü. Yəni, uşaqlıq illərim yadıma düşdü, uşaqlıq illərimi xatırladım. Fikrə getmək. Fikrə getmək, ay uşaqlar, mənası dərin düşüncələrə dalmaq, hər hansısa bir məsələ haqqında uzun-uzadı fikirləşmək mənasındadır. Yəni, xəyala dalmaq mənası. Məsələn, pəncərənin qarşısında oturub xeyli bir fikrə getmişdi. Yəni, xeyli bir xəyala dalmışdı. Sonra keçirik çalışma 3-ə. Verilmiş zərflərin salonu qarşısında yazın. Dünən. Dünən bizə gəlmişdi. Nə vaxt bizə gəlmişdi? Dünən. Həmişə nənəmgilə gedərdik. Nə vaxt, nə zaman, haçan həmişə gedərdik. Xeyli danışdı. Nə qədər danışdı? Xeyli danışdı. Yaxşı danışdı. Necə nə tərzdə danışdı? Yaxşı danışdı. Sonra gecə. Nə vaxt gecə? Çox. Nə qədər çox? Qəfildən. Necə, nə cür? Qəfildən. Sürətlə. Necə nə tərzdə? Sürətlə. Yuxarı. Haraya? Yuxarı. Gözəl danışdı. Necə nə tərzdə danışdı? Gözəl danışdı. Cəld hərəkət etdi. Necə nə tərzdə hərəkət etdi? Cəld hərəkət etdi. İrəli çıxdı. Haraya çıxdı? İrəli çıxdı. Əyri düzəltmişdilər. Stolu məsələn əyri düzəltmişlər. Necə nə tərzdə əyri? Hərdən yadıma düşürsən. Nə zaman yadıma düşürsən hərdən? Axşam bizə gələrsən. Nə zaman bizə gələrsən axşam? Geriyə doğru addımladı. Haraya doğru addımladı? Geriyə doğru addımladı. Sonra keçirik çalışma 4-ə. Hər sözün halını qeyd edin. Uşaqlar, bu isimə aiddir. İsmin 6 halı var. Hər halın özünə məxsus şəkilçisi var. İsmin halları adlıq, yerlik, yönlük, təsirlik, yerlik, çıxışlıq. Deməli, adlıq halın özünə məxsus qrammatik şəkilçisi yoxdur. Yerlik halın şəkilçisi ın üstü 4. Daha sonra təsirlik halın şəkilçisi ı, i, u, ü. Yönlük alınçı a, ə, çıxışlıq alınçı dan, dən, yerlik alınçı da, də. Məsələn, bir söz götürək, onu ismin hallarında işlədək. Kitab, kitabın, kitaba, kitabı, kitabda, kitabdan. İndi bizdən hər sözün halını qeyd etməmizi istəyir. Telefonun sözü burada a, ə şəkilçisi var, yönlük haldır. Uşağın ın şəkilçisi var, yerlik haldır. Evdən, dan, dən, hansı halın şəkilçisidir? Çıxışlıq hal, çıxışlıq haldadır. Şagirddə da, də şəkilçisi var, yerlik haldadır. Kitabda da şəkilçisi var, yerlik haldadır. Qələmin, sənin qələmin, in şəkilçisi var, yerlik haldadır. Meyvəni dərdim, nəyi dərdim? Meyvəni, i şəkilçisi var, təsirlik haldadır. Binadan dan şəkilçisi var, çıxışlıq hal. Qardaşı gəlmişdi, təsirlik hal. Maşında da şəkilçisi var, yerlik hal. Masaya a, ə şəkilçisi var, yönlük hal. Yağışın ın şəkilçisi var, yerlik hal. Paltara a, ə şəkilçisi var, yəni a şəkilçisi var, yönlük hal. Çiçəkdən dən şəkilçisi var, çıxışlıq hal. Küləyin i şəkilçisi var, yerlik hal. Kəpənəyi i şəkilçisi var, təsirlik hal. Buludu u şəkilçisi var, təsirlik hal. Parkdan dan şəkilçisi var, çıxışlıq hal. Sinifdə dən şəkilçisi var, yerlik hal. Kəndi i şəkilçisi var, təsirlik hal. Yeməyin i şəkilçisi var, yerlik hal. Sonra keçirik test 1-ə. Hansı uyğunluq doğrudur? Deməli, şənbə, yox şənbə yazılıb. Belə yadınızda saxlayın ki, şənbə günü şən olursunuz. Məsələn, dincəlirsiniz, harası istirahətə gedirsiniz. Ona görə şən olursunuz, xoşbəxt olursunuz. Ona görə şənbə n ilə yazılır. Tərbiyə 1 y ilə yazılır. Daha sonra kömbə, kömbə yox uşaqlar, kömbə şəklində yazılır m ilə. Kömbə m ilə yazılır. Deməli, C variantı da deyil. Qafiyə, bəli, qafiyə 1 y ilə yazılır. Ona görə düzgün cavabımız olacaq D variantı. Sonra keçirik növbəti suala. Verilmiş frozoloji birləşmənin mənasını tapın. Bizim frozoloji birləşməmiz başa çatdırmaqdır. Məsələn, deyirik ki, verilən dərsləri başa çatdırdı, yəni bitirmək mənasında. Doğru cavab olacaq B variantı. Sonra keçirik növbəti suala. Hansı sıradakı sözlər səhv yazılmışdır? Təyyarə 2 y, tövsiyə 1 y düzgün şəkildə yazılmışdır. Nəqliyyat, ay uşaqlar, nəqliyyat olmalıdır. Nəqliyyat.
yat. Nəqliyyatda 2 y var. Deməli, bir söz nəqliyyatdır. Tərbiyə yox, tərbiyə bir y ilə yazılır. Ona görə deməli, tərbiyə sözü də yanlışdır. Düzgün cavabımız olacaq B variantı. Sonra baxırıq digər variantlara. Səyyah, əməliyyat düzdür. Ehtiyat, ehtiyac. Bunlar da düzgün şəkildə yazılmışdır. Sonra keçirik növbəti suala. Neçə söz ismin təsiri çalını vermişdir? İsmin təsiri çal üzərində icra olunan əşyanı bildirir və I+4 şəkilçisidir. Kimi, nəyi, haranı suallarına cavab verir. Deməli, bizdən də istəyir ki, ismin təsiri çalında olan neçə söz var? Deməli, biri kitabı sözü, biri maşını sözü, biri qələmi sözü. Məsələn, qələmi götürdüm. Nəyi götürdüm? Qələmi. Otağı təmizlədim. Biri otağı sözü. Daha sonra günəşi, biri günəşi sözü. Uşağı çağırdım. Kimi çağırdım? Uşağı, biri də uşağı təsiri çalındadır. 1 söz, 2 söz, 3 söz, 4 söz, 5 söz və 6 söz. Doğru cavab olacaq D variantı. Daha sonra keçirik növbəti suala. Biri azaltma dərəcəsində deyil, yəni azaltma dərəcəsində olmayan istəyir. Alaçi azaltma dərəcəsindədir, açıq yaşıl azaltma dərəcəsindədir, kəmşirin azaltma dərəcəsindədir. Baxırıq açıq qapıya. Biz açıq qapı sadəcə olaraq söz birləşməsidir. Ona görə azaltma dərəcəsində deyil, doğru cavabımız olacaq A variantı. Daha sonra keçirik növbəti suala. Hansı söz sallanarkən bitişdirici samit qəbul edir? Bizim bitişdirici samitlərimiz hansılardır? N, Y, S. Bunlar bizim bitişdirici samitlərimizdir. Baxaq görək hansı söz sallanarkən bitişdirici samiti qəbul edir. Ağac sözünü götürək hallandıraq. Ağac olur ağacın. Yəni burada heç bir bitişdirici samitdən istifadə olmadı. Ona görə biz A variantını götürmürük. Bulaq sözü. Deyirəm ki, bulağın. Burada sadəcə q əvəzlənməsi baş verdi. Yəni burada da heç bir bitişdirici samitdən istifadə olunmadı. Dəniz, məsələn deyirəm ki, dənizə. Dənizə getdim. Burada da yəni heç bir bitişdirici samit istifadə olunmadı. Sonra qaldı ailəyə. Ailə, ailəyə. Baxın uşaqlar burada. Ailə sözü saitlə bitir və buraya mən y bitişdiricisini artırdım ki, yönlü çalı şəkilçisini artıra biləm. Ona görə də deməli hansı söz olduğu bitişdirici samitdən istifadə olunan ailə sözü. Doğru cavabımız olacaq. Deməli C variantı. C. Sonra keçirik növbəti suala. Tərz hərəkət zərfi hansıdır? Tərz hərəkət zərfinin sualları hansıdır? Necə nə tərzdə sualına cavab verir? Cəsarətli. Burada məsələn cəsarətli uşaq necə uşaq? Burada artıq sifətdir. Bayıq danışdım. Nə vaxt nə zaman haçan danışdım? Bayıq danışdım. Burada artıq zaman məzmunu bildirir. İrəli atıldı, hara atıldı, irəli. Yer məkan bildirir. Amma diqqətlə dinlədim. Necə nə tərzdə dinlədim? Diqqətlə dinlədim. Deməli tərz hərəkət zərfi oldu diqqətlə. Sonra keçirik növbəti suala. Hansı cümlədə altından xətt çəkilmiş söz zərfdir? Deməli, bağda xeyli ağac var. Nə qədər ağac var? Xeyli ağac var. Burada xeyli say kimi işlənmişdir. Yazıram say. Xeyli güldü. Baxın, xeyli hərəkətə aiddir. Nə qədər güldü? Xeyli güldü. Deməli, B variantıdır. Yaxşı insanlar hələ də var. Necə insanlar? Yaxşı insanlar. Burada sifət kimi işlənmişdir. Arzu çox gözəl qızdır. Necə qızdır? Gözəl qızdır. Deməli, artıq burada da sifət kimi işlənmişdir. Doğru cavabımız olacaq B variantı. Sonra keçirik növbəti suala. Biri işarə əvəzidir. İşarə əvəzi hansıdır uşaqlar? O, bu, elə, belə, həmin. İndi baxırıq ki, o, bu, elə, belə, həmin. Doğru cavabımız olacaq C variantı. Bəs digər variantlar niyə olmur? Burada digər variantlar həmişə zərf mövqeyində çıxış edir. Hər kəs qeyri-müəyyən əvəzlikdir. Mən isə şəxs əvəzliyidir. Bizə işarə əvəzliyi lazımdır. Ona görə doğru cavabımız olacaq C variantı. Sonra keçirik növbəti suala. Hansı cümlədə o əvəzliyindən sonra vergül qoyulmalıdır? O cümlədə mübtəda kimi çıxış eləməli? Kim? Nə? Suallarına cavab verməlidir. Özündən sonra isim, sifət, say, zərf, fe'li sifət, modal sözlər. Daha sonra bir də ədədlərdən bəli, hə, xeyr, yox. Ədədləri gələrsə özündən sonra vergül işarəsi qoyulur. O kitabı rəfə qoy. Hansı kitabı rəfə qoy? Artıq burada yəni mübtəda vəzifəsinə çıxış eləmir. Daha sonra gəldi o mənim dostumdur. Bəli, deyirsiniz ki, burada kim mənim dostumdur? O. Burada niyə vergül işarəsindən istifadə olunmur? Ondan sonra əvəzlik gəlib. Əvəzlik gəldiyinə görə də vergül işarəsindən biz istifadə eləmirik. O dərslərini yaxşı oxuyur. Kim? O. Artıq burada o mübtəda vəzifəsindədir. Özündən sonra isim gəlib. Ona görə odan sonra vergül işarəsindən biz istifadə edirik. O gəldi. Nə etdi? Gəldi kim? O. Burada odan sonra gəldi. Hərəkət gəlibdi, fe'l gəlibdi. Ona görə də odan sonra vergül işarəsindən biz istifadə edə bilmərik. Doğru cavabımız oldu C variantı. Keçirik növbəti suala. Söz birləşmələrini cədvəl üzrə qruplaşdırın. Əsas tərəfi adlarla ifadə olunursa ismi birləşmə, əsas tərəfi fe'llərlə ifadə olunursa fe'li birləşmə. Maraqlı kino. İsmi ifadə olunub ismi birləşmə. Meyvə dərəndə əsas tərəfi fe'llə ifadə olunub fe'li birləşmə. Ananın laylası əsas tərəfi ismlə ifadə olunub ismi birləşmə. Cəld uşaq əsas tərəfi ismlə ifadə olunub ismi birləşmə. Kitab oxumaq əsas tərəfi fe'llə ifadə olunub fe'li birləşmə. Sakit uşaq əsas tərəfi ismlə ifadə olunub ismi birləşmə. Yaxşı oxuyan əsas tərəfi fe'llə ifadə olunub fe'li birləşmə. Açıq qapı əsas tərəfi ismlə ifadə olunub ismi birləşmə. Şahmat oynamaq əsas tərəfi fe'llə ifadə olunub fe'li birləşmə. Xoşbəxt yaşamaq əsas tərəfi fe'llə ifadə olunub fe'li birləşmə. Yağışın səsi əsas tərəfi ismlə ifadə olunub ismi birləşmə. Sonra keçirik növbəti suala çalışma 2. Cümlələrdə mübtəda və xəbəri müəyyənləşdirin. Bu gün müəllim maraqlı dərs keçdi. Nə etdi? Keçdi. Kim keçdi? Müəllim. Sonra Aysel dostuna maraqlı lətifə danışdı. Nə etdi? Danışdı. Kim danışdı? Aysel danışdı. Dünən hava yağışlı idi. Necə idi? Yağışlı idi. Nə? Hava. Gəmi limana yaxınlaşdı. Nə etdi? Yaxınlaşdı. Nə limana yaxınlaşdı? Gəmi. Sabah rayondan qonaqlar gələcək. Nə edəcək? Gələcək. Kim gələcək? Qonaqlar. Sonra keçirik növbəti suala çalışma 3. Cümlələrdə altından xətt çəkilmiş sözün nitq hissəsini yazın. Rauf, topu mənə at. Nə et? At. Burada artıq fe'l kimi işlənib. Yazırıq fe'l. Deməli, biraz qalınlaşdıraq. Yazaq fe'l. Sonra baxırıq. Səlim atlara yem gətirdi. Burada isim kimi işlənib. İsim. Burada isim kimi işlənib. Yazırıq isim. Sonra Əli tez maşına min. Burada artıq fe'l kimi işlənib. O yarışda 1000 nəfər arasında qalib seçildi. Artıq 1000 nəfər arasında nə qədər insan burada say mənasında işlənir. Sonra həyətimizdə tut ağacı var. Burada isim mövqeyində çıxış eləyib. Yazıram isim. Sonra qapını tut. Bağlanmasın. Burada artıq qapını tut. Nə tut? Artıq burada fe'l kimi çıxış eləyib. Sonra keçirik növbəti suala. Verilmiş sözləri yerinə yazın. Mən sənin kimi oxumaq istəyirəm. Nəhayət iclas bitdi. Deyirsən yağış yağacaq. Bəs sən yarışda qatılmırsan? Bu şəkildə yazacaqsınız.
Sonra keçirik növbəti suala. Biri ismin çıxışı kalında deyil. Çıxışı kalı şəkilçisi dandan şəkilçisi vasitəsilə formalaşır. İsmin hal şəkilçiləri qrammatikdir. Əgər sualın tərkibindən çıxış edirsə, qrammatikdir və ismin hal şəkilçisidir. Daha sonra deməli A variantı qalsın, baxırıq qələmdən. Nədən qələmdən? Burada artıq ismin hal şəkilçisini qəbul edib və çıxışlı kaldadır. Ona görə bir variantını götürmürəm. Ağacdan, nədən ağacdan? Artıq ağacdan, nədən ağacdan? Burada da dandan qrammatik şəkilçidir. İsmin çıxışlı kal şəkilçisidir. Məktəbdən gəldim. Haradan gəldim? Məktəbdən gəldim. Burada dandan çıxışlı kal şəkilçisidir. Amma güldan. Burada artıq güldan. Burada düzəltmə bir söz yaratmışıq. İsmin çıxışlı kal şəkilçisi deyil. Ona görə düzgün cavab olacaq A variantı. Sonra keçirik növbəti suala. Hansı səhv yazılmışdır? Yadınızda saxlayın ki, uşaqlar, təhərdir, kəmdir. Bunlar bitişik yazılır. Acı təhər olmalıdır bitişik şəkildə. Acı təhər bitişik şəkildə yazılmalıdır. Yəni defisində yazılmamalıdır. Sonra keçirik sual 3-ə. İsmi birləşməni seçin. İsmi birləşmə olmasından ötürü ikinci tərəfi adlarla ifadə olmalıdır. Yazmaq hərəkətlə ifadə olunur, feili birləşmədir. Dərəndə hərəkətlə ifadə olunur, feili birləşmədir. Qaçmaq hərəkətlə ifadə olunur, feili birləşmədir. Əsgəri məktubu ismi birləşməmiz oldu. Sonra keçirik hansı cümlədə xəbər digərlərindən fərqlidir. Yəni ayrıcalıqlar burada sizə nə demək istəyir? Biz bilirik ki, xəbərlər ismi və feili xəbərlər olmaq üzrə iki qrupa bölünür. İndi bizdən istəyir ki, ya 3-ü feili xəbər olacaq, biri ismi xəbər olacaq, ya 3-ü ismi xəbər olacaq, biri feili xəbər olacaq. Baxırıq, bu kitab çox maraqlıdır. Necədir? Maraqlıdır. Burada artıq ismi xəbərdir. Getdi, feili xəbər, dayandı, feili xəbər, dinləyirdilər, nə edirdilər? Artıq burada da feili xəbər. Deməli ismi xəbər oldu. 3-ü feili xəbər oldu, biri isə ismi xəbər oldu. Ona görə düzgün cavab olacaq A variantı. Sonra keçirik növbəti suala. Hansı cümlədə ikinci dərəcəli cümlə yoxdur? İkinci dərəcəli cümlə üzvü dedikdə tamamlıq, təyin, zərflik bunlar nəzərdə tutulur. Deməli, sənin dostun gəldi, nə etdi, gəldi? Kim sənin dostun? Sənin dostun niyə bir yerdə təhlil olunur? Çünki ismi birləşmədir. Üçüncü nöqtənin söz birləşməsi. Deməli, A variantında yoxdur. Elə düzgün cavabımız olacaq. A variantı digərlərində baxaq. Parkdakı uşaqlar çox maraqlı oyun oynayırlar. Nə edirlər? Oynayırlar ki, uşaqlar, hansı uşaqlar parkdakı? Artıq burada baxırıq ki, cümlə üzvü ikinci dərəcəli var. İşarə əvəzliyidir. İşarə əvəzlikləri hansılardır? O, bu, elə belə həmin bizim işarə əvəzliyimizdir. Həmin binada dostum yaşayır. Hansı binada? Həmin binada. Elə düzgün cavab olacaq A variantı. Mən kitabxanaya gedirəm. Şəxs əvəzliyi. Sizlər isə gecikirsiniz. Şəxs əvəzliyi. O bizim riyaziyyat müəllimimizdir. Kim o? Şəxs əvəzliyi. Biz bilirik ki, o həm şəxs, həm də işarədə var. İşarə əvəzliyi olmasına ötürü hansı sualına cavab verməlidir? Şəxs əvəzliyi olmasına ötürü isə kim sualına cavab verməlidir? Sonra keçirik növbəti suala. Biri adi dərəcədə verilmiş sifətdir. Deməli, düzgün cavabımız olacaq C variantı. Sonra keçirik növbəti suala. İsmin hansı halında bitirici samitdən istifadə olunur? Bitirici samitlərimiz n-dır, y-dır, s-dır. Bunlar bizim bitirici samitlərimizdir. İndi bizə deyir ki, hansı halda yəni bu samitdən istifadə olunur? Adı falan şəkilçisi yoxdur. Ona görə bunu götürmürük. İri ya şəkilçisinə də uşaqlar da, də. Yəni burada məsələn götürürəm kitab da, kitab da. Burada yəni samitlə bitir. Ona görə də heç bitirici samitdən istifadə olunmur. Daha sonra çıxışlı kalan öz şəkilçisi də samitlə bitir. Dan. Ona görə də burada da heç bitirici samitdən istifadə olunmayacaq. Amma təsirli çalın şəkilçisi I, I, U, Ü. Artıq burada bitiricidən istifadə olunur. Ona görə düzgün cavab olacaq D variantı. Məsələn, kitabını götürdüm. Kitabını. Artıq burada baxın. Kitab burada N bitiricisi, təsirli çalın şəkilçisi də I, I, U, Ü. Sonra keçirik növbəti suala. Hansı sözdə bitirici samit yoxdur? Bitirici samitlərimiz bilirik ki, n-y-sıdır. Hansı sözdə deyir ki, bu samitdən istifadə olunmamışdır? Kəpənək. Kəpənək sözü elə ç ilə yazılıbdır. Sadəcə orada burada ç-ı əvəzlənməsi baş veribdir. Biz bilirik ki, ç-dan sonra saytla başlanan söz yaxud da şəkilçi gələrsə, ç-y kimi tələffüz olunur. Ona görə kəpənək sözündə bitirici samit yoxdur. Sadəcə ç-ı əvəzlənməsi var. Bacıya sözündə, bəli, bacı, deməli, burada saytla sayt arasında bitirici samit istifadə olunub. Əliyə, i ilə ə, saytla sayt arasında bitirici samit istifadə olunub. Qapıya, ı, a, saytla sayt arasında bitirici samitdən istifadə olunub. Sonra keçirik doğru uyğunluq hansıdır? Bu gün. Nə vaxt zaman haçan bu gün? Zaman zərfi, xeyli, miqdar zərfi, yuxarı, yer zərfi. Deməli, görək hansı variantdadır? 1. C variantı. Sonra keçirik növbəti suala. Doğru uyğunluq hansıdır? Əlbəttə, modal sözdür. Daha sonra üçün, qoşma, axı, ədat. Deməli, düzgün cavabımız olacaq B variantı. Sonra keçirik növbəti suala. Hansı cümlədə ancaq sözü ədatdır? Mən çox gözlədim, ancaq o gəlmədi. Mən çox gözlədim, amma o gəlmədi. Ammanı ancaq nə edə bilirəmsə bağlayıcıdır. Ancaq sən bu işi edə bilərsən, amma sən bu işi edə bilərsən deyə bilmirəm. Yalnız sən bu işi edə bilərsən, təkcə sən bu işi edə bilərsən. Deməli burada ədat kimi işlənib, doğru cavabımız olacaq B variantı. C variantına baxırıq. Yarışa hazır idim, ancaq gedə bilmədim, amma gedə bilmədim bağlayıcıdır. Qış idi, ancaq hava mülayim keçirdi. Qış idi, amma hava mülayim keçirdi. Burada da bağlayıcı kimi çıxış edib. Düzgün cavabımız olacaq B variantı. Sonra keçirik neçə nömrəli sözlər ədat deyil. Deməli, əsl ədatdır, olduqca ədatdır. Beləliklə heyf ki, bunlar modal sözdür. 1-4 düzgün cavabımız olacaq D variantı. Sonra keçirik növbəti suala. Hansı sözlər cütü antonim deyil, yuxarı aşağı antonimdir, dadlı dadsız. Ay uşaqlar, yadınızda saxlayın ki, köklər eyni olan sözlər antonim olmur. Bunun da kökü dadlı, bunun da kökü dadlı. Dadlı dadsız bir-birinə əks mənalı sözlərdir, antonim deyil. Ona görə düzgün cavab olacaq B variantı. Uzun qısa antonimdir, səhər axşam antonimdir. Sonra keçirik mürəkkəb feil deyil. Gedib gəlmək mürəkkəb feildir. Nail olmaq ol et bil qıl. Biz bilirik ki, mürəkkəb feil yaradır, mürəkkəb feildir. Küçük barışmaq mürəkkəb feildir. Ancaq evə gəlmək ikinci tərəfi feil ifadə olunub, artıq feil birləşmə olur. Ona görə düzgün cavab olacaq C variantı. Sonra keçirik növbəti suala. Hansı söz həm isim, həm də ki feil kimi işlənir? Deməli, at sözü. Biri var, at heyvan mənasında isim kimidir. Bir də var, məsələn, topu atmaq mənasında burada feil kimi işlənir. Sonra keçirik sual 7-yə. Hansı ədat sifətin çoxaltma dərəcəsini yaradır? Ax yaratmır, ancaq yaratmır, qoy yaratmır, ən. Bir var deyirəm ki, ən gözəl. Artıq burada yəni çoxaltma dərəcəsini yarada bildim. Sonra deməli burada olacaq düzgün cavabımız D variantı. Sonra keçirik növbəti suala. Nəfələrin yerinə uyğun gələn qoşmanı müəyyən edin. Uşaqlar məktəbə nə deyə bilərik? Məktəbə qədər birlikdə getdilər. Sonra keçirik növbəti suala. Biri dərəcəsinə görə digərlərindən fərqlidir. Qara qaş, qara göz, qarımtıl, qara buğday. İndi qara qaş. Baxın artıq burada qaş sözü isimdir. Biz
Biz düz demişik ki, sifətin dərəcələrini sifətdə danışırıq, isimdən danışmırıq. Burada qaraqaş ancaq sifətin sualına cavab verir. Qaraqaş necə adi dərəcədədir? Burada da göz isimdir, amma yenə də qaragöz sifətin sualına cavab verir. Sifət əmələ gətirib adi dərəcədədir. Yenə qarabuğday necə? Qarabuğday adi dərəcədədir, amma qaramtıl artıq burada azaltma dərəcəsində işləmir. Sonra keçirik növbəti suala. Hansı variantda doğru sözü qoşmadır? Doğru söz necə söz? Yəni ki, mətn qısası olduqda suala cavab verir. Burada suala cavab verir. Doğru söz necə söz? Sifətdir. Daha sonra doğru cavab necə cavab? Doğru cavab suala cavab verir. Sifətdir. Doğru danışmaq hərəkətə aiddir. Necə cümlə tərzdə danışmaq zərfdir. Ancaq evə doğru heç bir suala cavab vermir. Deməli burada qoşma mövqeyində çıxış edir. Sonra keçirik növbəti suala. Hər sözə uyğun gələn sinonim söz yazın. Kədər nə olar aşağılar? Kədər olar qəm. Mən burada yəni yazanda sığışmır, sadəcə olaraq üzərindən xətt çəkib deyəcəm. Siz yazarsınız testinizdə. Kədər olar qəm. Balaca olar kiçik. Böyük olar iri. Hündür bina uca. Yüksək, yüksək də uca deyə bilərəm. Qoca, yaşlı. Gənc, cavan. Göyçək, qəşəng, gözəl. İgid, cəngavər. Qaçdı, yüyürdü. Nəhəng, iri. Hünərli, cəsarətli. Sonra zərfləri cədvəl üzrə qruplaşdırın. Tərz hərəkət, miqdar, zaman, yer. Deməli mən bunları oxlarla birləşdirəcəm. Deməli, sürətlə gəldi. Necə cümlə tərzdə gəldi? Sürətlə. Tərz hərəkət. Cəld gəldi. Necə cümlə tərzdə gəldi? Cəld gəldi. Tərz hərəkət. Bu gün, zaman zərfi. Yaxşı danışdı. Tərz hərəkət zərfi. Çox, miqdar zərfi. Dəfələrlə, miqdar zərfi. Xeyli, miqdar zərfi. Yuxarı, yer zərfi. Diqqətlə, tərz hərəkət zərfi. Aşağı, yer zərfi. Dünən, zaman zərfi. Sonra irəli, yer zərfi. Geri, yer zərfi. Az, miqdar zərfi. Qəhrəmancasına, tərz hərəkət zərfi. Məsələn, əsgərlərimiz qəhrəmancasına vuruşurdu. Necə tərzdə vuruşurdu? Qəhrəmancasına. Sonra keçirik növbəti suala. Verilmiş sözləri sifətin dərəcəsi üzrə dəyişin. Gözəl, adi dərəcə, azaltma dərəcəsində. Məsələn, az gözəl. Azaltma dərəcəsində, çoxaltma dərəcəsində də işlədirəm. Çox gözəl. Sonra qara sözü. Qara adi dərəcədədir. Azaltma dərəcəsində işlədə bilərəm. Qaramtıl. Çoxaltma dərəcəsində işlədə bilərəm. Qapqara. Sonra bənövşəyi sözü elə adi dərəcədədir. Azaltma dərəcəsində işlədə bilərəm. Açıq bənövşəyi. Keçirik növbəti suala. Şərtlərə uyğun olaraq sözləri cümlədə işlədin. Mən indi sizə deyəcəm. Gözəl sözünü bir zərf kimi, bir də ki, sifət kimi. Məsələn, gözəl danışdı. Necə cümlə tərzdə danışdı? Gözəl burada zərf kimidir, hərəkətə aiddir. Gözəl qız gəldi. Necə qız gəldi? Gözəl qız gəldi. Burada sifət kimi işlənir. Cəld sözünü deyirik ki, cəld danışdı. Necə cümlə tərzdə danışdı? Cəld danışdı. Burada artıq oldu zərf kimi. Daha sonra gəldi cəld uşaq. Necə uşaq? Cəld uşaq. Artıq burada işləndi sifət kimi. Daha sonra gəldik min feil kimi. Məsələn, ata mindi. Nə etdi? Mindi. Burada feil kimi işləndi. Daha sonra gəldi say kimi işləndikdə min kitab. Nə qədər kitab? Min kitab. Burada say kimi. Daha sonra gəldi sarı qoşma kimi. Məsələn, evə doğru, piyada evə doğru addımladı. Burada artıq qoşma kimi işlənir. Sifət kimi də işləndikdə rəng mənasında işlənir. Məsələn, sarı saç. Artıq burada da sifət kimi işləndi. Sonra keçirik növbəti suala. Test 4-ə. İsmi xəbərli cümlə hansıdır? Baxırıq A variantına. Bakının gözəl mənzərəsi var. Var nə? Bakının mənzərəsi. Deməli, elə A variantı. Aşpaz dadlı yeməklər bişirdi. Feili xəbər. Parkdakı quşların səsi ətrafa yayılmışdı. Feili xəbər. Birdən qapı döyüldü, nə etdi? Döyüldü. Artıq burada da feili xəbər kimi işlənib. Daha sonra gəldi hansı cümlədə mürəkkəb feil var? Səmə xala evi silib süpürdü, elə silib süpürdü. A variantı. Sonra hansı söz həm ədat, həm də ki sifət kimi işlənir? B variantı. Yaxşı sözü. Daha sonra keçirik hansı cümlədə hansı mürəkkəb feil əks mənalı sözlərin birləşməsinə yaranıb? Həll etmək burada ol et bil. Bunun vasitəsilə yaranıb, silib süpürmək yaxın mənalı sözdür. Müğayyət olmaq ol et bil birləşməsi ilə yaranıb, amma ki yazıb biri var bir şey yazıram, daha sonra məsələn yazdım mən bunu, indi götürüb pozuram. Yazıb pozmaq bir-birinə əks mənalıdır. Doğru cavab olacaq C variantı. Sonra nöqtələrin yerinə uyğun gələn sözü müəyyən edin. Rıza hündür vəzifəyə təyin edildi deyə bilmərəm. Uzun vəzifəyə təyin edildi deyə bilmərəm. Uca vəzifə olmur, amma yüksək vəzifəyə təyin edildi. Hansı cümlədə işarə əvəzliyi var? O mənim bacımdır. Kim mənim bacımdır? O işarə deyil, şəxsdir. Bu kitab bizimdir. Hansı kitab bizimdir? Bu kitab elə B variantıdır. O idman müəllimidir. Kim o? Şəxs əvəzliyidir. Bu gün şərik etdim, burada da yoxdur. Hansı cümlədə modal söz, hansı söz modal söz kimi də işlənir? Sonra hansı söz modal söz kimi işlənir? Elə A variantı əlbəttə. Hansı söz birləşməsi deyil? Axşamdır. Cümlədir bu. Elə A variantıdır. Ananın laylası ismi birləşmə, uşağın arzusu ismi birləşmə, su içəndə feili birləşmə. İsmin yerli halında verilmiş söz hansıdır? Məktəbdən çıxışlıq halda, ağaca yönlük halda, kitabın yiyəlik halda, evdə dadə şəkilçisi var. Deməli yiyəlik haldadır. Düzgün cavab oldu C. Hansı cümlədə mübtəda iştirak edilir? Bu gün hava çox istidir. Necədir? İstidir. Nə? Hava burada iştirak edir. Əli dərslərinə yaxşı hazırlaşıb. Nə edib hazırlaşıb? Kim? Əli. Burada da var. Bakı gözəl şəhərdir. Necə şəhərdir? Hara? Bakı. Burada da var. Dünən yarışın qalibi oldum. Burada qalibi oldum mən oldum. Bunu xəbər əsasən özümüz müəyyən edirik. Cümlədə mübtəda verilməyibdir. Ona görə düzgün cavab olacaq D variantı. Sonra keçirik mətn sualımıza. Ərgönəkin dastanı. Ərgönəkin dastanı türk xalqının başına gələn ağır bir fəlakətdən sonra yenidən dirçəlməsindən bəhs edir. Dastana görə türklər düşmənlər tərəfindən məğlub edilir və demək olar ki, hamısı da qılıncdan keçirilir. Yalnız bir neçə ailə sağ qalır. Sağ qalanlar canlarını qurtarmaq üçün dağlarla əhatə olunmuş, gizli və keçilməsi çətin olan bir yerdə Ərgönəkin vadisinə sığınırlar. Bu vadi geniş, hərəkətli və təhlükəsiz olduğu üçün onlar burada uzun illər yaşayır, nəsillərini artırır və güclənirlər. Zaman keçdikcə Ərgönəki türklərə dar gəlməyə başlayır. Azadlığa çıxmaq istəyən türklər bir çıxış yolu tapmaq üçün məsləhətləşirlər. Nəhayət bir dəmirçi dağın təmirli hissəsini böyük ocaq qalayaraq əridir və dağda yol açır. Türklər həmin yoldan keçərək Ərgönəkdən çıxırlar. Ərgönəkdən çıxış türk xalqının azadlığa qovuşmasını və yenidən güclü bir xalq kimi meydana çıxmasını simvolizə edir. Dastan türklərin birlik, iradə və zəhmət sayəsində hər cür çətinliyi dəf edə biləcəyini göstərir. Sonra keçirik sual 1-ə. Ərgönəkin dastanı nəyi təsvir edirdi?
Türklərin incəsənətinin musiqisini xeyir. Türklərin azadlıq uğrunda mübarizəsi və yenidən güclənməsi bəli. Türklərin milli mətbəxi xeyir. Tarixi abidələrinin xeyir. Daha sonra Ərgünəkan sözünün mənaları hansılardır? Sərin bulaq meşə xeyir, gözəl ev baxır. Qalarsınız A və B variantları arasında. Bu da saydan danışılmadığına görə dar keçid və möhkəm qala doğru cavab olacaq B variantı. Sonra türklər Ərgünəkdə niyə uzun müddət yaşadılar? Çünki orada torpaq zəngin idi və təhlükəsiz idi. Düzgün cavab olacaq C variantı. C. Türklər azadlığa çıxmaq üçün nə etdilər? Qayıqlarla çay keçdilər. Xeyir. Dağa qalxdılar və daimi orada qaldılar. Xeyir, oradan çıxdılar. Dağın dəmirli hissəsini ərdərək yol açdılar. Bəli, gəlin mətnimizə də qaydaq. Deməli, baxın burada deyir ki, nəhayət bir dəmirçi dağın təmirli hissəsini böyük ocaq qalayaraq əridir və dağda yol açır. Ərgünəkan dastanı türk xalqlarına hansı dərsi verir? Dözümlülük, birlik, azadlıq və yenidən doğuluş bəli ilə A variantı. Sonra keçirik növbəti suala. Cümlələrin qarşısında doğru, yanlış olduğunu qeyd edin. Ərgünəkan dastanı türk xalqının mənşəyini göstərir. Doğru. Sağ qalan türklər dərhal Ərgünəkdən çıxdılar. Xeyr, bir neçə ailə sağ qaldı, orada məskunlaşdı. Dastan azadlıq uğrunda mübarizəni vurğulayır. Doğru. Türklər azadlığa çıxmaq üçün bir dəmirçinin köməyindən istifadə etdilər. Doğrudur. Mətndə bizə deyir ki, çünki baxın. Nəhayət bir dəmirçi dağın təmirli hissəsini böyük bir ocaq qalayaraq əridir və dağda yol açır. Ona görə deyə bilərik ki, yəni kömək alırlar. Deyə bilərik onu. Sonra keçirik növbəti suala. Boşluqları doldurun. Ərgünəkan dastanı türk xalqının birlik, yaza bilərik bura deməli. Birlik və azadlıq uğrunda mübarizəsini göstərir. Sağ qalan türk tayfaları canlarını qurtarmaq üçün dağlarla əhatə olunmuş vadidə yaşayırdılar. Türklər azadlığa çıxmaq üçün orada var idi ki, türklər azadlığa çıxmaq üçün dəmirçinin köməyi ilə yol açdılar, dəmiri əridərək. Ərgünəkan dastanı türk xalqının belə deyə bilərik ki, birlik, iradə və milli kimliyini vurğulayır. Sonra keçirik cədvəli tamamlayan. İdeya deyə bilərik ki, türk xalqının birliyi. Zaman baxaq zamana. Ərgünəkan dastanı türk xalqının başına gələn fəlakət üstündə. Aşağılar burada yəni zaman qeyd olunmayıbdır. Zamanı boş qoyun. Sonra keçirik məkan. Qələmimizi götürək. Məkanda Ərgünəkan yaza bilərsiniz. Ərgünəkan. Sonra keçirik növbəti suala. Qırmızı rənglə verilmiş mərtəbə qiyməti neçədir? Aşağılar mərtəbə qiymətini necə tapırsınız? Altından xətt çəkilir. Fərqləndirilmiş rəqəm. Fərqləndirilmiş rəqəm olduğu kimi qalır. Özündən sonrakılar sıfıra çevrilir. 5 rəqəmlə mərtəbə qiyməti oldu 5000. Düzgün cavab olacaq C variantı. Sonra keçirik növbəti suala. Düz bucağın altında x neçə dərəcədir? Düz bucaq neçə dərəcədir? 90. 90-ın altı x hissəsini tapıram. Necə tapacağam? 90-ı böləcəm 6-ya. Vuracam 2-yə. Gəlin 90-ı bölək 6-ya. 90 bölsün 6. 9'un 6 içində 6 götürürəm bir dəfə. Bir dəfə 6 6. 9-dan çıxıram 6, 3 0 düşürdürəm. 30'u 6 neçəyə vuram? 30 eləyir 5-ə. Deməli 90-ı 6-ya böldüm, elədi 15. İndi 15-i vuracam 2-yə. 15 vurulsun 2. 2 dəfə 5 10 0 yazıram bir yadda. 2 dəfə 1 2 bir yadda artıq oldu 3. Deməli düz bucağın altında ikisi oldu 30 dərəcə. Düzgün cavab olacaq A. Sonra keçirik növbəti suala. Hansı ədəd 6-ya qalxısız bölünür? 2 və 3-ə bölünən ədədlər 6-ya qalxısız bölünür. 2 bölünməsindən ötürü də sonu cüt, yəni 0, 2, 4, 6, 8 rəqəmləri ilə bitməlidir. 663 bunun sonu 3 ilə bitib təkdir. Ona görə bunu götürə bilmərik. 3-ə bölünməsindən ötürü də ədədin rəqəmlərinin cəmi 3-ə bölməlidir. 1 üzərinə gəlsin, 1 üzərinə gəlsin 2. Elədi 4, 4 3-ə bölünmür. Ona görə A variantı ola bilməz. Sonra baxırıq B variantına. 9 üzərinə gəlsin 6, üzərinə gəlsin 6. 6-nın üzərinə 6 12, 12-nin üzərinə 9 25. Bəli, 21 3-ə bölünür. Deməli, sonda cütdür. 2-yə də bölünür. Deməli 6-ya da bölünəcək. Deməli B variantı. Sonra baxırıq D variantına. 2 üzərinə gəlsin 2, üzərinə gəlsin 2. Elədi 8, 8 də 3-ə bölünmür. Ona görə D variantını götürmürük. Sonra keçirik növbəti suala. Hansı nöqtələr çevrənin üzərindədir? Baxaq görək hansılar çevrənin üzərindədir? C və B. Bunlar çevrənin üzərindədir. Deməli düzgün cavab olacaq D variantı. İfadənin qiyməti neçədir? Birinci aşağılar 56-nı bölürsünüz 7-yə. 56-nı 7-yə bölündə elədi 8. Deməli 8 üzərinə gəlsin 6987 çıxılsın 6322. İndi soldan sağa doğru əməllərimizi yerinə yetiririk. 6987-nin üzərindən 8 gələndə elədi 6995. İndi 6995-dən yazıram. 6995 çıxılsın 6322. 5-dən 2 çıxdım 3, 9-dan 2 çıxdım 7, 9-dan 3 çıxdım 6. Deməli bu ifadəmizin qiyməti elədir 673. Hansı variant? A variantı. Sonra keçirik. M bərabər 109 olduqda hansı ifadənin qiyməti ən böyük olur? Deməli bu dəyişən olan ifadədir. Biz gətirib A variantında M-in yerinə 109 qoyuruq. 109 üzərinə gəlsin 611. 0 1 7. Deməli bu ifadəmizin cavabı bir yadda da var. Elədi 720. İndi 720-ni bölürük 5-ə. 7-nin içərisində 5-i götürürük bir dəfə. 7-dən 5 çıxıram 2. 22-nin içərisində götürürəm 4 dəfə. Yenə 4 dəfə. A variantındakı ifadənin qiyməti elədi 144. Yazıram üzərindən 144. Sonra keçirəm B variantına. 790 çıxılsın 109. Bundan bir onluq verdim. Ondan 9 çıxıram 1. Burada qaldı 8. 7-dən 1 6. Elədi 681. 681-in də üzərinə gəlirəm 206. 7 8 887. B variantındakı ifadənin qiyməti elədi 887.
887. Sonra keçirəm C variantına. Sonra keçirəm 547. Üzərinə gəlsin 109. 9-un üzərinə 7 gəlirəm 16. 6 yazıram bir yadda. 4 bir vahid artır olur 5. 656. İndi 656-nı da bölürəm 2-yə. 656 bölünsün 2. 3 dəfə. 5-in içərisində 2 dəfə. 8. Bu da elədir 328. Yazıram 328. Daha sonra 359-un üzərinə 109 gəldikdə elədir 468. 1046-dan da 468-ə çıxdıqda deməli 1046-dan da çıxırıq edir 578. Deməli ən böyüyümüz hansı oldu? B variantı 887. Düzgün cavab B. Sonra keçirik növbəti suala. 455 vurulsun 213 hesablayın bir. Yazaq 455 vurulsun 213. 3 dəfə 5 15. 5 yazıram bir yadda. 3 dəfə 5 15. Bir yadda 16. 6 yazıram bir yadda. 3 dəfə 4 12. Bir yadda da artıq oldu 13. Üzərinə gəlinsin. 1 dəfə 5 5. 1 dəfə 5 5. 1 dəfə 4 4. Üzərinə gəlinsin. 2 dəfə 5 10 0 yazıram bir yadda. 2 dəfə 5 10 0 yazıram. 10 bir yadda da elədi 11 bir yadda. 2 dəfə 4 8 bir yadda da oldu 9. İndi bunun cavabını tapıram. 5 6-nın üzərinə 5 11. Bir yadda. Daha sonra 3-ün üzərinə 5 8 bir yadda 9. 4 üzərinə gəl 2 6 9 olduğu kimi düşdü. 96915. Görək hansı variantdadır? D variantı. Deməli 455 vurulsun 213. Bunun da cavabı elədir 96915. D variantı. Hansı kəsir 1-ə bərabərdir? Yadınızda saxlayın uşaqlar. Sürət və məxrəcə eyni olan kəsir 1-ə bərabərdir. Sürət və məxrəcə eyni deyil, eyni deyil, eyni deyil. Yəni 6-da 6 1-ə bərabərdir. Sürət və məxrəcə eynidir. 6-nı bölürəm 6-ya eləyir 1. Sonra keçirik hansı çevrənin diametri 18-ə bərabərdir. Deməli bunun diametri 2 radiusa bərabərdir. Bunun radiusu 5-dirsə, A variantındakı diametri 10-a bərabər olacaq. 2 vurulsun 5. B variantının radiusu 8-dirsə, diametri 2 radiusa bərabər olduğuna görə 2 vur 8 16-dır. C variantının radiusu 10-dur. Diametri 2 vurulsun 10 20-yə bərabərdir. D variantındakı radius 9-dur. Diametri də 2 vurulsun 9 elədi 18. Ona görə düzgün cavab olacaq D variantı. Sonra keçirik növbəti suala. Açıq bucağın 9-da 4 hissəsinin açıq bucaq neçə dərəcədir? 180. 180 9-da 4 hissəsi. 180-i bölürəm 9-a 20, 20 vururam 4-ə eləyir 80. 80-də 5-də 1 hissəsi. 80-i də böləcəm 5-ə, 8-in içərisində bir dəfə. 30, 30 da böldük 5-ə elədi 6. Deməli 85-i böldüm elədi 16. Neçə dərəcədir? 16 dərəcə. Düzgün cavab olacaq A. Sonra keçirik növbəti suala. Hansı ədəd 5-ə qalqısız bölünür? 5-ə qalqısız bölünməsindən ötürü sonu 0 və 5 ilə bitməlidir. Doğru cavab olacaq B variantı. Verilmiş kəsiri ixtisar edin. Verilmiş kəsirimiz 12-də 8-dir. Kəsirin ixtisarı nədir? Kəsirin ixtisarı sürətini və məxrəcini eyni bir ədədə bölməkdir. Hər ikisini bölərik 4-ə. 12-ni bölürəm 4-ə 3, 8-i bölürəm 4-ə 2. Buna görə düzgün cavab oldu C. Sonra hansı nöqtə çevrənin daxilindədir? Baxırıq daxilində yalnız E. Ona görə düzgün cavab olacaq C. Hansı uyğunluq doğrudur? Yuvarlaqlaşdırma verib. Deməli 98766-nı yuvarlaqlaşdırıb 7-nin altından xətt çəkibdir. 100 işarə qədər yuvarlaqlaşdırıb. Deməli 7-dən sonra artım verən rəqəm gəldiyinə görə 7 bir vahid artmalı idi. Deməli A variantı yanlışdır. Baxırıq B variantına. 51248 ədədi 5-in altından xətt çəkib, 5-dən sonra artım verməyən gəlib, elə düzgün cavab olacaq B. Sonra baxırıq niyə digər variantlarda olmur. B. Deməli 43781 yuvarlaqlaşdırıb onluqlara qədər 8-in altından xətt çəkibdir. Ədədimiz bu şəkildə olmalı idi. 43780. Çünki 8-dən sonra artım verməyən rəqəm gəlibdir. 8 olduğu kimi qalıb özündən sonrakılar sıfıra çevrilməli idi. Sonra baxırıq D variantına. 756348 6-dan sonra artım verməyən rəqəm gəlibdir. 6 öz olduğu kimi qalıb özündən sonrakılar sıfıra çevrilməlidir. Ədədimiz olmalı idi 756000. Ona görə düzgün cavab oldu B. Sonra keçirik sual 5-ə. Fərqi tapın. 5/10-8 çıxılsın 4/10-7. 8-dən 7 çıxıram 1, vergülümü qoydum. 5-dən də 4 çıxdım 1, 1/1. Düzgün cavab olacaq C. Sonra hansı dərəcə çorbucağa uyğun gəlir? Bilirik ki, çorbucaq 90 dərəcədən böyük, 180 dərəcədən kiçikdir. Deməli 90-dan böyük, 180-dən kiçik. 90 dərəcə düz bucaqdır, bu ola bilməz. 40 dərəcə iti bucaqdır, 180 dərəcə açıq bucaqdır, 140 dərəcə bəli. Sonra keçirik növbəti suala. Verilmiş ifadənin qiyməti neçədir? Birinci aşağılar 668-i böldünüz 2-yə, 6-nı böldünüz 2-yə, elədi 3, yəni 6-nı böldünüz 2-yə 3, 8-i böldünüz 2-yə 4. Üzərinə gəlsin. 115-i bölürsünüz 5-ə. Deməli 11-in içərisində götürdünüz 2 dəfə. 11-dən 10 çıxdınız 1, 15 3 dəfə. 334-ün də üzərinə gəlirsiniz 20, elədi 357. İndi 357-dən çıxmalısınız 45-i. 357, 5-imizi yaxşı yazaq. Çıxılsın 45. 7-dən 5 çıxdım 2, 5-dən 4 1, 312. Deməli ifadəmizin qiyməti bərabər oldu 312 D variantı. Sonra keçirik n bərabər 225 olduqda n bölünsün 5 üzərində gəlsin n vurulsun 165 ifadəsinin qiymətini hesablayın. Birinci 225-i biz bölək 20, 225-i bölək 5-ə. 225 bölünsün 5. 22-nin içində götürürəm 5-i 4 dəfə. 4 dəfə 5 20, 25, 25-i bölünən 5-ə elədi 5. Deməli 225-i 5-ə böləndə elədi 45. n bölünsün 5. Bu ifadəmizin qiyməti oldu 45. Yazıram buradan deməli 45. İndi 225 vurmalıyam 165-ə. Yazıram ki 225 vurulsun 165. 5 dəfə 5 25. 5 yazıram 2 yadda. 5 dəfə 2 10, 2 yadda 12. 2 yazıram 1 yadda. 5 dəfəm 2 10, 1 yadda 11. Üzərinə gəlsin. 6 dəfəm 5 30, 0 yazıram 3 yadda. 6 dəfəm 2 12, 3 yadda 15, 5 yazıram 1 yadda. 6 dəfəm 2
12, bir yadda da elədi deməli 13 üzərinə gəlinsin. Bir dəfəm 5, 5, bir dəfəm 2, 2, bir dəfəm 2, 2. İndi bunların cəmini tapırıq. 5, 2, deməli 11, bir yadda. 3-ün üstə 2, 5, 6 bir yadda. 7, 3 də olduğu kimi düşdü. Deməli elədi 37.125 formamızın cavabı. İndi 37.125-in üzərinə 45 gəlirəm. 5-in üzərinə 5, 10, 0 yazıram. Bir yadda, 4-ün üzərinə 2, 6, bir yadda 7, 1 olduğu kimi düşdü. Elədi 37.170. Deməli ifadəmizin qiyməti oldu 37.170. Doğru cavab oldu A. Sonra keçirik hansı kəsir düzgün ixtisar edilmişdir. Yəni sürətlə məxrəcdə 20-də düzgün şəkildə bölünmüşdür. 20-ni deməli bölmüşəm 5-ə eləyib 4, 5-i bölmüşəm 5-ə eləyib 1. Elə düzgün cavab olacaq A variantı. Aha, keçirik növbəti suala. Düzgün müqayisə olunan kəsir hansıdır? Baxırıq A variantına. 7-də 6, bir də ki 15-də 6. Aşağıda burada elə bil ki sürətlər bərabərdir. Sürətlər bərabər olduğuna görə məxrəci kiçik olan kəsir böyük olmalı idi. A variantı yanlışdır. 9-da 2 ilə 9-da 2 bir-birinə bərabər olmalı idi. 10-da 4, 10-da 3. Burada məxrəclər eynidir. Sürətlərə baxırıq. 4 3-dən kiçik deyil, böyükdür. Yanlışdır. 5-də 3, 5-də 4 məxrəcləri bərabərdir. Sürətlərinə baxırıq. 3 4-dən kiçikdir. Bəli. Deməli düzgün müqayisə olunan kəsir D variantındadır. Sonra keçirik növbəti suala. Hansı onluq kəsir 2 tam %5 kəsirinə bərabərdir? 2 tam olduğu kimi qalır. Deməli 0, 5-i də yazırıq. 2 tam %5 baxırıq ki, hansı variantdadır? D variantında. Düzgün cavab olacaq B. D. Sonra keçirik növbəti suala. Sonra baxırıq növbəti suala. 5 tam 4-də 2-dən kiçik olan kəsir hansıdır? Burada 5 tamdır, burada 7 tamdır. 5 tam böyükdür, sizcə 7 tam. Təbii ki də 7 tam. Deməli bu böyükdür. Burada 5 tamdır, burada 6 tam, 6 böyükdür. Burada 5 tamdır, burada 5 tamdır. Burada 4-də 2-dir, burada 4-də 3-dür. Sizcə 4-də 2 böyük olar, yoxsa 4-də 3 təbii ki də 4-də 3 deməli bu deyil. 5 tamdan kiçik olan kəsir oldu B variantı. 3 tam 4-də 1. Sonra keçirik verilmiş onluq kəsiri sözlə ifadə edin. 2 tam, bəli 2 tam olduğu kimi qalır. İndi baxırıq onluq kəsirə. Baxın burada. 100-ün neçə 0 var? 2 0 var. Ona görə bunun oxunuşu olacaq. 2 tam 100-də 34. Düzgün cavab olacaq B. Sonra keçirik çərçivədəki ədəddə qırmızı rənglə verilmiş rəqəmin mərtəbə vahidinin 4 qatı. Baxırıq qırmızı rəngdə təklik, onluq, yüzlük, minlik, 10 minlik. Deməli mərtəbə vahidi deyirsə, bir özü olduğu kimi qaldı. Yerinə 1 yazıram və digərlərini sıfıra çevirirəm. 1, 2, 3, 4. Yəni 10 min. 10 minin də 4 qatı neçə olacaq? 10 mini vuracağam 4-ə, eləyəcək 40 min. Düzgün cavab olacaq B variantı. Sonra keçirik növbəti suala. Diametri 64 sm olan çevrənin radiusu neçə santimetrdir? Ayşələr, diametr neçə radiusa bərabərdir? Diametr 2 radiusa bərabərdir. Deməli radiusu tapmaqdan ötürü 64-ü böləcəm 2-yə. Gəlin 64-ü bölək 2-yə. 6-nı böldüm 2-yə. 3, 4-ü böldüm 2-yə 2. Deməli radius neçə santimetr oldu? 2 santimetr. Düzgün cavab olacaq A. Sonra keçirik növbəti suala. Hansı hasil 200 mindən böyükdür? Uşaqlar, burada mən, yəni siz özünüz 705 224-də, 556-nı 332-yə, 645 174-də, 664-də 532-yə vurub özünüz yazacaqsınız. Çünki burada vurmadır. Əlavə bir şey ehtiyac yoxdur. Sadəcə baxacaqsınız görək hansı hasil 200 mindən böyükdür. Sonra keçirik növbəti suala. Sonra keçirik növbəti suala. Neçə ədəd 6-ya qalxısız bölünür? Biz bilirik ki, bunları götürüb hər birini 6-ya bölməyə ehtiyac yoxdur. 2-yə və 3-ə bölünən ədədlər 6-ya qalxısız bölünür. 2-yə bölünməsindən ötürü ədədin sonu, yəni cüt bitməlidir, cüt rəqəm də bitməlidir. 3-ə bölünməsindən ötürü də ədədin rəqəmləri cəmi 135 təkdir. Ona görə bunu heç yazmırıq. Sonra baxırıq rəqəmləri cəmləyirik. Baxırıq 224. 2-nin üzərinə 2 4, 4-ün üzərinə 4 8. 8 3-ə bölünmür. Daha sonra baxırıq 504. 504-ün sonu cütlə bitib 2-yə də bölünür. Rəqəmləri də cəmlədikdə eləyir 9. Deməli biri budur. Sonra baxırıq 448-ə. 4-ün üzərinə 4 8, 8 üzərinə 8, 16, 16 3-ə bölünmür. 378-də 3-ün üzərinə 7 10, 10 üzərinə 8, 18 deməli bu da bölündü. Deməli hansılar oldu? 504-dən 378 A variantı ikisi. Bir ixtisar olmayan kəsirdir. Baxırıq 19-dan 7-yə. Bəli, 19-dan 7-yə sadə ədədlərdən ibarətdir. Elə ixtisar olunur. Baxıq digər varianta. 36-da 6 hər ikisini 6-ya bölə bilərəm. 6-nı bölürəm 6-ya 1, 36-nı bölürəm 6-ya, eləyir 6, 6-da 1. 40-da 25, hər ikisini bölə bilərəm 5-ə, 40-ı bölürəm 5-ə 8, 25-i bölürəm 5-ə 5, 8-də 5, 18-də 3, hər ikisini bölürəm 3-ə, 18-i bölürəm 3-ə 6, 3-ü bölürəm 3-ə 1. Sonra keçirik növbəti suala. Hansı çevrədə nöqtələrin hamısı çevrənin üzərindədir? A variantında həm üzərindədir, həm daxilindədir. C variantında xaricindədir, D variantında daxilindədir. Deməli üzərində olduğu B variantında. Deməli, fərqi 5-də 1-ə bərabər olan kəsir hansıdır? Məxrəcləri eynidir. 5-də 4 çıxılsın 5-də 2 elədir 5-də 2. 5-də 3 çıxılsın 5-də 2. Məxrəc olduğu kimi qalır 5. 2 çıxdım 1 elə 5-də 1 budur. Sonra məxrəci 4-dür. Yazıram 4-də 4 çıxılsın 4-də 3. Bu elədir 4-də 1. Bizə 5-də 1 lazım idi. 3-də 2 çıxılsın 3-də 1 bu da elədir 3-də 1. Düzgün cavabımız oldu B variantı. Sonra baxırıq cəm neçədir? 5,3 üzərinə gəlsin. İndi uşaqlar burada 6 tamdır. Tamın altından yazıram. Toplama asan olsun deyə vergül digər hissəyə də 0 yazıram. 3-ün üzərinə 0 3, 6-ın üzərinə də 5 11. Elədi 11 tam 10-da 3. Doğru cavab olacaq B variantı. Sonra hansı onluq kəsir digərlərindən böyükdür? Baxıram tam hissəyə. Bunun tamı 7-dir, bunun tamı 0-dır, bunun tamı 1-dir, bunun tamı da 6-dır. Elə baxıram ki, 7 tamında 5 hamısından böyükdür. Hansı uyğunluq doğrudur? Diametr 18 olduqda bilirik ki, radius 9-a bərabər olmalıdır. 18 bölünsün 2. Diametr 20 olduqda radius 10 bu düzdür. Diametr 36-dırsa 36 bölünsün 2 radius 18-ə bərabər olmalıdır. Diametr 40-dırsa radius 40 bölünsün 2 20-yə bərabər olmalıdır. Hansı uyğunluq doğrudur? B variantı. Sonra verilmiş tənliyin cavabı neçədir? 6 vurulsuna A yəni 6A bərabərdir. 6A biz deyək bu vurmadır. Yəni vurmanı açıq şəkildə yazıb da sadəcə. 6A bərabərdir 910 üzərinə gəlsindir. Bir tərəfinə necə keçir? Çıxma ilə keçir. Eləyir 7. Elədi 756. İndi 6 vurulsuna bərabərdir 756-ya. İndi 756-nı böləcəm 6-ya. Bunu da siləyək yazıram. 756 bölünsün 6. 756 bölünsün 6. 7-nin içində 6 bir dəfə. 7-dən çıxıram 6-nı 15. 15-in içərisində 6 2 dəfə. 36-nın içində də 6 6 dəfə. 126. Düzgün cavab olacaq D.
bucağın altta 5 hissəsi hansı bucağın dərəcə ölçüsünə bərabərdir? Bucaq neçə dərəcədir uşaqlar? 90 dərəcə. 90-ın altta 5 hissəsi 90 bölünən 6-ya, 9-un içərisində bir dəfə 15, 15-i vururam 5-ə. 75. 75 indi görək hansı bucağın dərəcə ölçüsünə bərabərdir? 75 deməli iti bucaq. Biz bilirik ki, iti bucaq 0-dan böyük, 90-dan kiçikdir. Ona görə düzgün cavab olacaq ki. Sonra baxırıq hansı misalın cavabı doğru deyil. 5,13 çıxılsın 2,45. Buradan 1 onluq verdim. 13-dən 1 çıxıram 8. Burada qalıb 10, 10-dan 4 çıxıram 6. 5-dən 1-ni vermişəm, qalıb 4. 4-dən də 2 çıxıram 2. Elədi 2,168. Deməli A variantı doğrudur. Sonra baxıram B variantına. 5,1 tam elədi 6,122. Bu da doğrudur. Sonra baxıram C variantına. 8,47 çıxılsın 0,36. 7-dən 6 çıxıram 1, 4-dən çıxıram 1, 8-dən 0, 8 elədi 8,11. Deməli C variantı da doğrudur. Baxırıq D variantı. Burada 3 tamdır, burada 4 tamdır. Eləməlidir 7,28. Olmalıdır düzgün cavab D variantı. Sonra boş xanaya hansı ədəd ola bilər? Yəni 7,6 həmin ədəddən böyük olmalıdır. 7,8-dən böyük ola bilməz. Daha sonra burada bu 8,4-dür. 8,4-dən böyük ola bilməz. Daha sonra 9-dan böyük ola bilməz. 7,6 7-dən də böyük olar. Daha sonra bu ədəddə təkliklər sinifindəki rəqəmlərin hasili necədir? Uşaqlar, siniflər üçün ayırırıq, 3 ayırırıq. Deməli, təkliklər sinifi, minliklər sinifi bizə nə istəyir? Təkliklər sinifini istəyir. Təkliklər sinifində durub 7, 4, 3. 7 vurulsun 4, vurulsun 3. Deməli, asan şəkildə eləyə bilərsiniz. 4-ü çevurarsınız 12, 12-ni də vurarsınız 7-yə, 7,2, 14, 1 yada, 7,1, 7, 1 yada da artır olur 8. Deməli, bunun təkliklər sinifindəki rəqəmlərin hasili neçə bərabər oldu? 84-ə. Sonra keçirik növbəti suala. 3467-dən əvvəl gələn tək ədəd hansı ədədə bölünsə qismət 693-ə bərabər olar. 3467-dən əvvəl gələn tək ədəd hansıdır? 3465. Baxaq 3465. 3465-i variantla işləsək, 3-ə bölsək, bir dəfə götürərəm. Burada 6 ilə başlamır. 5-ə bölsəm, 34-ün içərisində 5, 6 dəfə götürərəm. Sonra 46, 46-nın içərisində 9 dəfə götürərəm. 15, 15-də 5-ə böləndə 3 elə ayısı oldu. Deməli, düzgün cavab olacaq B variantı. Əməli düzgün yerinə yetirilib. Canlı aşağılar 9135 bölünsün 63 bərabər 145. Gəlin biz burada 145-i vuraq 63-ə. Görək düzgün şəkildə yerinə yetirilib. Yazıram ki, deməli, hardan yazacaq? Buradan 145. Başqa rəqəmlə eləyək ki, qarışmasın. 145 vurulsun 63. 3 dəfə 5, 15. 5 yazıram 1 yadda. 3 dəfə 4, 12. 1 yadda 13. 3 yazıram 1 yadda. 3 dəfə 1, 3. 1 yadda da artır oldu 4. Üzərinə gəlsin. 6 dəfə 5, 30. 0 yazıram 3 yadda. 6 dəfə 4, 24. 3 yadda 27. 7 yazıram 2 yadda. 6 dəfə 1, 6. 2 yadda da 8. İndi bunların cəmini tapaq. 5, 3. 7-nin üzərinə 4 gəldim. 11. 1 yadda. 8-ə 1 vahid artıb oldu 9. Aha. Elə deməli A variantı düzgün şəkildə yerinə yetirilmişdir. Əgər bu kimi izahların gəlməsini istəyirsinizsə, kanala abunə olaraq bildirişləri aça bilərsiniz. Növbəti izahlarda görüşənədək.